Elman müəllim necə düşünür? Bax, bu dəyişikliklər necə, yəni o 2017-də olan dəyişikliklərə ki, indi cəza mexanizmi müəyyənləşibdir. Ümumiyyətlə, onlar işlədimi? O dəyişikliklər əsasında dövlət qurumları müvafiq addımlar atanda effekt verdimi? Qarşı alındı mı? Yoxsa çox az bir hissəni əhatə elədi? Və bundan sonra nə dəyişə bilər? Bax, parlamentdə təmsil olunan 125 deputatın təxminən deyirəm, hərəsinin bir 40 min, 50 min seçicisi var. Və biz seçicilərimizlə görüşlər zamanı müzakirə olunan məsələlərdən sırasında deyilən məsələ, bu sosial şəbəkəlerdəki biabırçılıq, mənəviyyat, əxlaq əleyhinə çıxışlar və bununla da nəticə etibarilə bizim cəmiyyətə yad məsələlərin təbliği, məsələlər həmişə gündəmdə olub, həmişə bizə bunu seçicilərimiz söyləyib və qənaətimiz budur ki, sosial şəbəkələrlə bağlı bir qanunun yaradılmasına və yaxud da ki, mövcud qanuna bir düzəlişlərin edilməsi bu təkcə dövlət siyasəti yox, həm də ictimai sifarişdir. Xalqımız, ictimaiyyətimiz, cəmiyyətimiz bunu istəyir və indi hörmətli Müşfiq müəllim o rəqəmlər səsləndirdi. Rəqəmlərlə bağlı mən də öz fikrimi söyləyeyim. Yəqin ki, rəqəmlərdə bəzən fərqlilik olur. Məsələn, məndə olan məlumata görə 2025-ci ildə 6,76 milyon nəfər 18 yaşdan yuxarı sosial şəbəkə istifadəçisidir. Və bunlar 18 yaşdan yuxarı bütün əhalinin demək 87,7%-in hətta təşkil edir. Və eyni zamanda Facebook'da 1 milyonu çoxdan ötüb. 2025-ci ilin göstəricisidir. Məsələn, TikTok təsəvvür edin ki, Instagramda 4 milyondan çoxdur. Instagram, Facebook'u üstəliyir, 4 milyondan çoxdur. TikTok'da bayaq söylədiyim rəqəm var, 6,76 milyon. TikTok'da 6,76 milyon. Yəni 18 yaşdan yuxarı nə qədər sosial şəbəkə istifadəçisi var, hamısı da TikTok'dadır. Təsəvvür edin də bu rəqəmlərin özü danışır. Və belə olan məziyyətdə bax bizim mənəviyyatımıza, əxlaqımıza zid fikirlər, jestlər, bundan savayı bədən ayrı hissələrinin qeyri-əxlaqi nümayişi, fahişəliyə çağırış və s. Siz fikir verin, ən çox TikTok'dadır. Niyə? Bayaq söylədiyim kimi, bunu yayanlar da baxırlar ki, ən çox kütlə hara cəmlənib, harada daha çox istifadəçi var, o istiqamətə daha çox meyillidirlər. Və bu çox təhlükəli tendensiyadır. Və yeri gəlmişkən, mənim özüm parlamentdə dəfələrlə çıxışlarımda bir neçə il bundan öncə də söyləmişəm ki, sosial şəbəkələrlə bağlı ayrı-ayrı qanunlara düzəlişlər öz yerində. Amma xüsusi bir qanunun, əlahiddə bir qanunun qəbuluna ehtiyac var. Və biz nə qədər bu prosesi yubatsaq, nəticədə bax, həmin o negativ cəhətlər və tendensiyalar daha da sürətlənə bilər və bu günləri biz ədədi silsilə ilə bu prosesin artdığını deyirik. Sabah həm də silsilə ola bilər. Ona görə də bu məsələlərdə heç bir halda gözləmə mövqeyində dayanmaq olmaz. Biganəlik və laqeydlik olmaz. Mənim bu istiqamətdə də çıxışlarım olub. Və ən əsas məsələ, Elçin müəllim, bilirsinizlə ilə bağlıdır. Ən əsas məsələ bizim qəbul etdiyimiz bütün qanunlar gözəldir. Dünya praktikasını beynəlxalq deməli, bu beynəlxalq reallıqları nəzərə alır. Amma əsas məsələ qanunların icrası ilə bağlı məsələlərdir. Bax, 147-ci maddə Cinayət Məcəlləsinin 147-ci maddə bu böhtandır. 148-ci maddə bu təhqirdir. 148.1 bu artıq deməli, saxta profil adı altında insanların şərəf və ləyaqətini təhqir eləməkdir. Və buna görə cəza daha ağırdır. Daha 1000 manatdan 2000 manata qədər cəza, 6 aya qədər həbs və s. bunlar hamısı var. Amma bütün bu reallıqlar fonunda siz fikir verirsiniz, sosial şəbəkələrdə ləkələyirlər, bundan sonra təhqir eləyirlər, işgüzar nüfuza xələl gətirirlər, insanın şərəf və ləyaqətini alçaldırlar. Onda bu vəziyyətdə fikir verin. Ən çox da kimi hədəf seçirlər? Tanınmış simaları, ziyalıları, elm adamlarını, deputatları, nazirləri, yəni o şəxsləri ki, o şəxslərin adını çəkəndə və ona qarşı şər böhtan atanda onun rezonansı daha böyük olsun. Nəinki ortada statistik bir nəfəri seçsinlər. Bu belə baş vermir. Seçim məqsəd yönlüdür. Seçim bəri başdan planlaşdırılmışdır. Və nəticədə nə baş verir? İki yol qarşısına qalırsan, ya bu vəziyyətdə bizim hüquq keşiyimizdədir. Bayaq söylədiyim Cinayət Məcəlləsinin bəndləri üzrə biz məhkəməyə müraciət edirik bu hal
Və yaxud da ki, bu halda susmaq və bu məsələni gündəmə gətirməmək, yəni 2-3 gün gündəmdə qalar, sonra ötüb keçər, belə bir yanaşma var. Və vəziyyətin qəlizliyini şərtləndirən əsas cəhətlərdən biri odur ki, sosial şəbəkələrdə bir nəfər 10 saxta, 15, 20, lap 100 saxta profil adı altında fəaliyyət göstərə bilər. Yəni, heç burada məhdudiyyət də yoxdur. İndi gəl bunu tap. Və Facebook və digər sosial şəbəkələrə müraciət etdikdə isə bununla bağlı hələ lazımı qənaət bəxş edən, onlar da çox maraqlıdır ki, həmin o şəbəkələrin deməli, daha çox sirli saxlasın da, onun deşifrə etməsin. Bu kimi məsələləri də nəzərə alaq. Və buna görə də hal-hazırki məqamda informasiyalaşdırma və informasiya mühafizəsi haqqında qanuna ediləcək bu düzəlişlər həm inzibati, həm də cinayət məcəlləsinin müəyyən tələblərinin nəzərə alır. Belə ki, deməli, ilk növbədə mənəviyyata zid, əxlaqa zid ifadələr, yəni dilindən səslənən bu ifadələr. İkinci, ola bilsin ki, o əxlaq və mənəviyyata zid heç nə demir. Amma elə bir jestlər eləyir ki, elə hərəkətlə eləyir ki, ancaq o jestlər dili ilə danışırız da. Bu məsələdə eyni gücə malikdir və nəhayət insan öz əzalarını göstərməyə başlayır ki, onlar da bizim mini mənəvi dəyərlərimizə ziddir və nəhayət çıxırlar sosial şəbəkələrdə telefonun qoyur, özünün çılpaq və yarıçılpaq vəziyyətdə şəkillərini paylaşır və eyni zamanda çağırışlar eləyir ki, bu artıq fahişəliyin yayılması ilə bağlı, təbliği, təşviqi ilə bağlı məsələlərdir, buna çağırışlar eləyir. Və nəticədə bu çox təhlükəli tendensiyadır ki, nəticədə o öz həmyaşıdlarına mesajlar verir. İndi situasiyanın qəlizliyi onunla bağlıdır ki, analitik bir yazı yaz milli, mənəvi dəyərlərimizlə bağlı, əxlaqımızla bağlı. Bizim tarixi keçmişdən tutmuş bugünə qədər bu istiqamətdə bizim dəyərlərimizin necə inkişaf etdiyi ilə bağlı bir məqalə yaz, aylarını buna həsr et, bir kitab yaz və onun oxunma sayına baxın, onun oxunma faizinə baxın və yaxud da ki, heç kimin tanımadığı bir qız, bir 20 yaşında qız, həmin yarıçılpaq vəziyyətdə şəkillərini paylaşır, telefon nömrəsini qoyur, çağırışlar eləyir və eyni zamanda təbliğ eləyir ki, siz də mənim kimi öz həmyaşlılarına deyir ki, yaşam tərzini seçsəniz, siz imkanlı, varlı olacaqsınız və nəticədə milyonlarla həmin o dediyim kimi qanuna zid hərəkət, əxlaqi dəyərlərə zid hərəkət atan bu qızcığaza baxışa baxın. Həmin o alimin yazdığı məqalən o normal bir şeydir. Bütün cəmiyyətdə üçün normal. Yəni bu reallığı deyirəm. Elman müəllim, haqlısınız. Mən sizlə razıyam.